Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecahum. Salam əziz möminlər, əziz dostlar. Hər birinizi xoş gördük. Biz Fatihə surəsinin təfsirini siz əzizlərlə bölüşürük. Allahın havlu qüvvəsi ilə artıq biz bugündən etibarən birinci ayənin təfsirinə giriş alacağıq. Birinci ayə Bismillahirrahmanirrahim ayəsidir ki, mənası bağışlayan və mehriban Allahın adı ilə və yaxud Rəhman və Rəhim Allahın adı ilə. Çox insanı düşündürəcək mətləblərdən biridir ki, 113 surənin əvvəlində ilk olaraq Mütəal Allah bu ayə ilə surəyə başlanğıc edir. Yəni, hər bir surənin əvvəli Tövbə surəsindən başqa ki, Tövbə surəsi Bismillahirrahmanirrahim ilə gəlmir. Onun səbəbin illətini də deyəcəyik. Amma 113 surənin hər birinin əvvəli, başlanğıcı Allahın Rəhman və Rəhim adı ilə başlayır. Bismillahirrahmanirrahim ayəsi ilə. Baxın, bütün insanlar arasında belə bir adət var ki, hər bir insan mühüm bir işini başlayanda ən sevdiyi, ən güvəndiyi, həyatında ona uğur verəcək, uğur qazandıracaq bir şəxsin adı ilə başlayır. Mühüm bir işi görərkən, başlayarkən. Biz möminlər, iman əhli, inanclı insanlar da yaxşı olar ki, həmişə bütün işlərimizdə Mütəal Allahın bu ayəsi ilə, yəni Rəhman və Rəhim Allahın adı ilə hər bir işimizə başlayaq. Çünki Allahdan qeyri hər nəyi, Allahdan başqa hər nəyi bir işimizdə istəsək, adını çəkək, onunla başlayaq. Onlar hər biri fənaya uğrayan məxluqatdır, varlıqlardır. Amma Allah ki, fənaya uğramır, o daimidir, əbədidir, əzəlidir. Ona görə insan öz işlərini elə bir xaliqin, yaradanın, elə bir qüdrətlinin, elə bir mütləq varlığın adı ilə işinə başlanğıc eləməlidir ki, o iş fənaya uğramasın, o iş bərəkətli olsun, o iş xeyirli olsun və s. Və bir misal olaraq da mən çəkə bilərəm ki, nə üçün peyğəmbərlərin, məsumların, ilahi övliyaların adı, izi tarixdən silinmir. Çünki onlar öz həyatına Rəhman və Rəhim Allahın adı ilə hər bir işlərində rəng qatıblar. Onlar ilahi rəng alıblar. Onların hər bir işi Allahın adı ilə, Allaha sığınmaqla, Allahı xatırlamaqla, Allahı yad eləməklə olubdur. Ona görə hətta Quran-ı Kərimdə Hatəmi Tai adlı bir səxavətli insanı Mütəal Allah Quranda bizə misal çəkir. İndi mövzumuzdan biraz kənarda, mən o mövzuya giriş almıram. Amma bu şəxsin haqqında da danışılası çox ibrətamiz
hekayədir, bir həyat dərsidir. Görürsünüz, Hatəmi Taini Allah Taala Quranda adını işlədir. Niyə? Çünki o Allahın adı ilə Allaha sığınaraq hər bir işində Allahla başladığına görə, Allahla müamilə etdiyinə görə, Allahın Rəhman və Rəhim adı ilə hər bir işinə başladığına görə Allah onu Qurani-Kərimdə xatırladır bizə, onu nümunə çəkir. Və heç vaxt o şəxs unudulmur və onun səxavəti unudulmur. Və varlıq aləmində yeganə varlıq yalnız mütəal Allahdır ki, o mütləq varlıqdır. Yoxluq, fəna ona üz gətirmir. Buna görə də biz deyirik ki, hər zaman, həmişə bütün işlərimizdə elə o mütləq varlığın adı ilə başlayaq. Çünki Quranın ayələrinə baxanda, hədislərə müraciət edəndə biz bu kəlmənin, yəni Bismillahirrahmanirrahim bağışlayan və mehriban Allahın adı ilə bu ayə ilə başlamaq nə qədər ciddi bir məsələ olduğunu anlayırıq. Buna görə də bütün işlərimizdə elə məhz Allahın adı ilə başlamalıyıq. Ondan yardım diləməliyik. Elə bu baxımından Qurani-Kərimin 113 surəsinin ilk ayəsi Bismillahirrahmanirrahim ilə başlayır. Və bunu da nəzərə almalıyıq ki, bəzən biz məsələnin ləfsi tərəfini deyirik. Yəni dildə dedim Bismillahirrahmanirrahim, məsələ bitdi. Yox. İnsan Allahın adı ilə başlayanda həqiqətən o mütləq varlığa, o qadirə, o xaliqə, o alimə, o Rəbbə sığınmalıdır. Həqiqətən onunla bir işin başlamasında ona sığınmalıdır, təvəkkül eləməlidir. Yəni tək elə ləfsdə, dildə söyləmək kifayət eləmir. İnsan qəlbən də Allaha bağlanmalıdır. Yəni qəlb birbaşa Allahla bir rabitə qurmalıdır. Tək elə dildə bəsmələni deməklə kifayət eləmir. Əgər insan qəlbən o dilində dediyi Rəhman və Rəhim Allahla bağlılıq tapsa, ona sığınsa, təbii ki, insan həm də o ayə insanı hidayət eləyəcək. O ayə insanın qəlbini nuraniləşdirəcək. O ayə insanın ruhunda təsir qoyacaq. Bəzən bizim zikirlərimiz, bizim söylədiyimiz, oxuduğumuz dualar bir adət şəklinə alır. Yox, belə olmasın. İnsan oxuduğunun fərqində olmalıdır. Söylədiyi ayənin fərqində olmalıdır. O zaman insan o söylədiyi ayənin nəticəsini, səmərəsini, bəhrəsini görəcək. Bu danılmazdır. Və Həzrəti Peyğəmbərdən nəql edilmiş bir məşhur hədisi oxuyacağam. Bir neçə hədis oxuyacağam bu günlərim siz əziz tələbələr üçün, möminlər üçün ki, Bismillahirrahmanirrahim ayəsi nə qədər mühümdür. İlk hədisi əziz İslam Peyğəmbərindən oxuyuram. Bu hədis Biharul Ənvarda gəlib, cild 73, səhifə 205, hədis 1. Ağa Rəsulullah buyurur ki, kullu əmri zibəlin ləm yuzkər fihi ismullahi fəhuvə əbtər. Həzrət Peyğəmbərimiz buyurur ki, Allahın adı ilə başlanmayan heç bir iş sona çatmaz. Yəni, əgər istəyirsənsə bir işin nəticəsi olsun, xeyri və bərəkəti olsun,
mütləq şəkildə o işə başlayanda Bismillahirrahmanirrahim ayəsini söylə. Bəsmələ ilə başla. Ki o iş yaxşı səmərə versin. O işdən nəticə ala biləsən. Bir hədis Ağa Rəsullahdan idi. Və başqa bir hədis Həzrəti Əmir əl-Müminindəndir. Həzrəti Əmir əl-Müminin buyurur ki, insan görmək istədiyi hər bir işi Bismillah ilə başlamalıdır. Yəni, qəsd eləyirsən, niyyət eləyirsən, hədəfin var bir işi görəsən, gərək hər bir işi başlamamışdan öncə Bismillahirrahmanirrahim deyəsən. Və ardıca Həzrət buyurur ki, yəni işə Allahın adını çəkməklə girişməlidir. İşə girmək istəyirsənsə, başlamaq istəyirsənsə, Allahın adı ilə başla. Allahın adı ilə başlayan hər bir işdə xeyir, bərəkət olar. Baxın, Həzrət Əmir əl-Müminin buyurur ki, Allahın adı ilə başlanan hər bir işdə mütləq şəkildə xeyir və bərəkət olacaq. Yəni, o işə ki, Bismillahla başlamsan, onun xeyir və bərəkəti danılmazdır. Mümkün deyil, xeyir və bərəkəti olmasın. Başqa bir hədis İmam Baqir əleyhissalamdandır. Bu hədis də çox möhtəşəm bir hədisdir. Həzrət İmam Baqir əleyhissalam buyurur ki, böyük və ya kiçikliyindən asılı olmayaraq, başlamaq istədiyimiz hər bir işi Bismillah ilə başlamalıyıq ki, xeyir, bərəkətli olsun. Yəni, bəzən insan, belə deyim də, mühüm bir iş deyil, adi bir işdir. Məsələn, çörək yeyir, su içir və yaxud əyaq yoluna girir və yaxud evə daxil olur və yaxud maşının qapısını açır. Hər bir iş. İmam Baqir əleyhissalam buyurur ki, işin kiçikliyinə baxma, böyüklüyünə baxma. Yəni, vacibdir və yaxud vacib olmayan bir işdir. Sən bütün işlərində, istər kiçik olsun, istər böyük olsun, Bismillahirrahmanirrahim ilə başla ki, o işdə xeyir, bərəkət olsun. İndi biz bu ayələrin həqiqətini bir mənada indi qəlbin paçlığı lazımdır ki, insan belə deyim, o ayələrin insanın ruhunda və yaxud maddi aləmdə qoyduğu təsirləri görə biləsən. İndi biz onun fərqində deyilik, bu o demək deyil ki, o ayə öz təsirini qoymur. Yox, o ayələr hamısı insanın ruhunda, maddi varlığında, maddi işlərində öz təsirini qoyur. Ona görə İmam buyurur ki, istər kiçik olsun, istər böyük olsun, hər bir işinizdə Bismillahirrahmanirrahim ilə başlayın. Və İmam ardıca buyurur ki, bir sözlə işin davamlı və qalıcı olması məhz onun adı ilə bağlıdır. Yəni, o ayə ilə, o Rəhman və Rəhim Allahın adı ilə bağlıdır. Əgər bir işin davamlı və qalıcı olmağını istəyirsənsə, o işin davamlı və qalıcı olması məhz Allaha, o Rəhman və Rəhim Allaha məxsusdur. Onun adına bağlıdır. Onunla başlamağına bağlıdır. Və buna görə Allah Teala Həzrəti Peyğəmbərə vəhy etdi ki, ilk ayələrdə Allah Teala Peyğəmbərə vəhy eləyir, göstəriş verir ki, Allahın adı ilə başlasın. Ki, buyurur ayədə, Əuzu billahi minəşşeytanirracim, İqra bismi rabbik, oxu Rəbbinin adı ilə. Diqqət edirsiniz. Yəni, Allahın ilk Peyğəmbərə təlim verdiyi Allahın adı ilə başlamasıdır. Oxu Rəbbinin adı ilə. Və Həzrəti Nuh Peyğəmbərin ki, o təlatümlü dənizdə, tufanda mənzilə salamat çatmaqları üçün Həzrəti Nuh Peyğəmbər öz səhabələrinə göstəriş verir. Ki, gəmiyə minərkən
və yaxud gəmi hərəkətdə olarkən, gəmi dayandıqda Bismillah kəlməsi deyəsiz. Ki, ayədə buyurur ki, və qalə irkəbu fiha. Deyir, o dedi, Həzrəti Nuh dedi, İrkəbu fiha bismillahi məcraha və mursaha inna rabbi ləğafurur rahim. Allahın adı ilə başlayın. Allahın adı ilə gəmiyə daxil olun, minin. Gəmi hərəkət edən zaman Allahın adını zikr eləyin. Dayananda da Allahın adını zikr eləyin. Onu xatırlayın ki, həqiqətən mənim Rəbbim bağışlayandır, rəhm edəndir. Ayə Hud surəsi 41-ci ayə. Diqqət edirsiniz, bunlar ayə və hədislər hamısı bizə məsələnin bir mənada həqiqətini çözür, həqiqətini başa salır. Çox təəssüf ki, bəzən biz dindarlar, məsələn, indi biz ayəni oxuduqca, eşitdikcə Bismillahirrahmanirrahim ayəsinin həqiqətinə bir yol tapırıq. Onun həqiqətini anlamış oluruq. Nə qədər bizim həyatımızda bu ayə zəruridir. Sadəcə biz, belə deyim də, dindarlıq edərək bəzən bir çox ciddi məsələləri görməməzliyə vururuq. Diqqətsizlik eləyirik. Amma eşidən zaman, oxuyan zaman, mütaliə edən zaman bu məsələlərin ciddiliyini anlamış oluruq. Və başqa bir ayədə bu da Həzrəti Nuh Peyğəmbərin şamildir ki, surə Hud surəsi 48-ci ayədir. Buyurur ki, Qilə ya Nuh ihbit bisalamin minna və bərəkətin aleykə və alə uməmin mimmən məək. Həzrəti Nuh Nuh'a belə deyildi. Həzrəti Nuh'a belə deyildi ki, ey Nuh, ya Nuh, sənə və səninlə birlikdə olan ümmətlərə bizim tərəfimizdən bəxş edilmiş əmin-amanlıq və bərəkətlərlə gəmidən in. Baxın, bisalamin minna. Yəni, insan, bu ayələrin həqiqəti bizə bunu başa salır ki, Allah Peyğəmbəri necə təlim verir? Onlar minən zaman, düşən zaman, o təlatüm olan zaman, yəni həyatlarının bütün enişli, yoxuşlu məsələlərində Allahı xatırlasınlar, Allahı zikr eləsinlər. Və Həzrəti Süleyman Peyğəmbər də Səba hökmdarına yazdığı məktubda Allahın adı ilə yazır, Allahın adı ilə başlayır məktubun əvvəlində. Buyurur ki, İnnəhu min Süleyman, həqiqətən bu Süleymandandır. Və buyurur, və innəhu Bismillahirrahmanirrahim. Ki, Rəhman və Rəhim Allahın adı ilə. Bu surə də Nəml surəsi 30-cu ayədir. Bu Peyğəmbərlərin təlimidir. Peyğəmbərlərin təlimidir bizə. Bir həyat modelidir də bizə verirlər. Həyatda insan nə ilə başlamalıdır, nə ilə bitirməlidir? Yəni, bir Bismillahirrahmanirrahim ayəsinin bətnində nələr yatır? İnsan nələri qazanır? Və əvvəldə də söylədim ki, Quran-ı Kərimin 114 surəsi var və bu 114 surənin bir surəsi ki, Tövbə surəsidir. O surədə Allah Taala öz Rəhman və Rəhim adı ilə başlamır. Və buna da görədir ki, bu surədə Allah Taala öz qəzəbini irəli sürür və səbəb buydu ki, Məkkə müşriklərinə qarşı döyüş xəbərdarlığı idi. Onlarla döyüş xəbərdarlığı olduğuna görə, cəza, əzab olduğuna görə Allah Taala o Tövbə surəsinin əvvəlini Bismillahirrahmanirrahimlə başlamır. Amma digər 113 surənin hər birinin əvvəli, başlanğıcı
Bismillahirrahmanirrahim. İndi təbii ki də bilirsiniz, döyüşmək bir mənada Allah Taala'nın Rəhman və Rəhim sifətləri ilə uyğun gəlmir. Allah Taala məhz ona görə Tövbə surəsində o ayəni çıxarır, o ayəni götürür. Və diqqət yetiriləsi məqamlardan biri də bundan ibarətdir ki, biz nə üçün hər bir işdə, məsələn, deyə bilmərik ki, Bismillahil-Xaliq və yaxud Bismil-Xaliq və yaxud Bismir-Rəzzaq, Bismir-Rauf. Yəni Allahın digər sifətləri də var da. Allah sifətindən digər sifətlər də var. Nə üçün elə məhz Allah kəlməsini, bu ismi dilə gətiririk? Bunun səbəbi budur ki, əlbəttə bu haqda daha geniş söyləyəcəyik. Amma qısa şəkildə bunu söyləyim, üzərindən keçim. Baxın, Allah kəlməsi, bu sifət elə bir sifətdir ki, digər sifətlər hamısı Allah kəlməsində cəm olub. Rəzzaq, alim, qadir, xaliq, bütün sifətləri Allahın, digər sifətləri məhz Allah sifətində cəm olub. Yəni biz Bismillah deyəndə elə o qadiri nəzərdə tuturuq. O Allah ki qadirdir. Bismillah deyəndə o Allah ki Rəzzaqdır, ruzi verəndir. Elə o Allah kəlməsində Rəzzaq da, alim də, qadir də, xaliq də hamısı cəm olubdur. Yəni o bir ifadə var, bir-birindən ayrılmaz. Bir kəlmədir ki, o kəlmədə bütün o sifətlər hamısı onda cəm olubdur. Yəni o kəlmədən ayrılmır. Ona görə də biz elə məhz başlayarkən məhz Allahın adı ilə başlayırıq ki, o Allah kəlməsində də digər Allahın sifətləri cəm olunur. Baxın, bəzi məsələləri də mən istəyirəm izah eləyəm. Allahın adı ilə işə başlamaq insanda bir güvən bəxş eləyir, insanda bir güc, qüvvət əta eləyir. Baxın, mən elə bir xaliqin adı ilə işə başlayıram ki, o Xaliqus samavati vəl ərz, yer və göylərin xaliqidir. Mən elə bir xaliqin, Rəbbin, Allahın adı ilə başlayıram ki, o bütün yerin, göyün, insanların, yaradılışın hakimidir. Rəzzaqdır, ruzi verəndir. Ona görə insan elə ruhən, qəlbən belə bir tapıntıya, belə bir sığınacağı tapanda, ona sığınanda, onun adı ilə başlayanda insan psixoloji cəhətdən də müsbət bir təsirə sahiblənir, təsir qoyur insanın üzərində. İnsan aramlıq tapır, insan özündə bir rahatlıq tapır, məyus olmur, güclü və qüvvətli özünü hiss eləyir. Və insan bütün işlərində bir mənada müvəffəqiyyət əldə eləyir, uğur əldə eləyir. Çünki bilir ki, o elə bir Rəbbin adı ilə işinə başlayıb ki, o güc qüvvət sahibidir, yenilməz güc qüvvət sahibidir. Ona görə insan rahatdır, aramdır. Hətta məsələn, məğlub olsa belə özünü qalib bilir. Çünki bəzi biz tarixdə araşdırırıq, baxırıq, əziz Peyğəmbərimizin, digər məsum imamların məğlubiyyətə uğrasalar belə, amma özlərini qalib görürlər. Ona görə məsələn, burada indi mövzumuzla düzdür, bağlantısı olmasa da, bunun üzərindən deyim keçim. Məsələn, o ki, Yezid sarayda, lənətullah aleyh, məsələn, xanım Zeynəbə, İmam Səccada bir tənə vurmaq üçün dedi. Məsələn, gördünüz, Allah neynədi? Düzdür, öz işini, cinayətini Allahın üstünə atdı.
Düz orada İmam Səccad xanım Zeynəb dolğun, çox şəffaf bir cavablar verdi, kəskin. Allah neynədi, qardaşın başı kəsildi, belə oldu, əsir düşdünüz, filan oldunuz. Xanım Zeynəb orada bir kəlmə deyir ki, "Ma rəaytu illə cəmilə." Biz Kərbəlada gözəllikdən başqa heç nə görmədik. Yəni bunu ona gətirirəm ki, insan bəzən məğlub olur. Amma bu məğlubiyyətin içində bir qalibiyyət var. Ki İmam Hüseyn əleyhissalamın bugünkü günü 1400 ildir Kərbəlası yaşayır. Onun qəhrəmanlığı dillərdə gəzir və bu gün o məktəb qalib bir məktəbdir. Ona görə zahirə baxıb heç də hökm vermək olmaz. Yəni bu ayədə nə qədər danışsaq, bu Bismillahirrahmanirrahim ayəsindən söz, kəlmə bitməz. Mən bəzi hədisləri də siz əzizlərlə bölüşəcəm. İmam Sadiq əleyhissalam buyurur ki, "Ma nəzələ kitabun minəs-səmai illə əvvəluhu Bismillahirrahmanirrahim." İmam Sadiq əleyhissalam buyurur ki, asimandan, yəni göydən elə bir kitab enməyib ki, nazil olmayıb ki, məgər Allah o kitabın əvvəlində Bismillahirrahmanirrahimlə başlamasın. Yəni elə bir kitab yoxdur ki, Allahın Rəhman və Rəhim adı ilə o kitab başlamasın. Və başqa bir hədisdə də İmam Baqir əleyhissalam buyurur, gözəl hədisdə buyurur, "Əvvəlu kulli kitabin nəzələ minəs-səma Bismillahirrahmanirrahim." İmam Baqir əleyhissalam buyurur ki, hər bir kitab Allah Taala tərəfindən nazil olanda ilk başlanğıcı ayəsi Bismillahirrahmanirrahimdir. Yəni hədislər çoxdur bu haqda ki, bu ayə Bismillahirrahmanirrahim ayəsi nə qədər mühümdür. Və sonda bu mövzunu deyim, bugünkü dərsimizi bitirim. Baxın, mövzunu istəyirəm, mövzunun ciddiliyini, Bismillahirrahmanirrahim ayəsinin ciddiliyini istəyirəm bölüşəm. Elə Əli əleyhissalamdan. İmam Əli əleyhissalam gecədən səhərə qədər İbn Abbas üçün Bismillahirrahmanirrahim ayəsini təfsir eləyir. Gecədən səhərə qədər. Qəribəliyi bilirsiniz nədir? Səhər açıldıqda Əli əleyhissalam Bismillah ifadəsini yalnız B hərfini təfsir eləmiş olur. Fərqindəsiz Bismillahirrahmanirrahim ayəsi nə qədər zəngin bir ayədir. Nə qədər geniş, müfəssəl bir ayədir ki, Mövla Əli, Allahın hüccəti imamı gecədən səhərə qədər Bismillahirrahmanirrahim ayəsinin bu hərfini İbn Abbas üçün təfsir eləmiş olur. Ona görə bu ayənin həqiqətən təfsirini bəyan eləmək, əhəmiyyətini başa salmaq həm çətindir, həm də çox ləzizdir. İnsan bu ayə haqqında nə qədər eşitsə, nə qədər oxusa, nə qədər mütaliə eləsə, bir o qədər məsələlər bir insan üçün çözülür, açılır. Hədisdə deyir ki, İmam Əli əleyhissalamın səhabələrindən olan Abdullah İbni Yəhya deyir, gəlir Əli əleyhissalamın yanına. Deyir, orada olan taxta əyləşərkən Bismillah demir. Bu İbni Yəhya, Abdullah İbni Yəhya deyir, Əli əleyhissalamın yanına gəlir, o taxta oturarkən Bismillah kəlməsini demir, unudur. Deyir, elə bu vaxtı öz müvazinətini itirir, yıxılır. Hətta başı əzilir. Başı əzilir, qanayır. Əli əleyhissalam
mübarək əlini onun başına sürtəlir. Onun başına əlini sürtərək buyurur ki, sən Peyğəmbərin mənə Allahın adı ilə başlamayan heç bir iş sona çatmaz deyə buyurduğunu eşitməmsən. Yəni sən eşitməmsən ki, Peyğəmbər mən Əliyə dəfələrlə buyurub ki, Əlican, hər o iş ki, Bismillahla başlamayasan, o iş sona çatmaz. Deyir, Abdullah deyir ki, eşitmişəm, atam anam sənə qurban. Daha bundan sonra heç vaxt Bismillah deməyi unutmaram. İmam Əleyhisselam buyurur ki, elə isə həmişəlik səadətə çatarsan. Əgər həmişə unutmasan Bismillahirrahmanirrahim deyəsən, Əleyhisselam ki, elə isə həmişəlik səadətə çatasan. Gərək yıxılasan, başını dəyə, qaniyə, əzlə, ondan sonra Bismillahirrahmanirrahim deyəsən, elə həyat yıxılmadan, əzilmədən, rahat şəkildə qəlbini bağla, qəlbən, ruhən, dilində də Allahın adını çək, Rəhman və Rəhim Allaha sığın, işə başla. Bugünkü dərsimiz bu qədər əziz tələbələr. İnşallah növbəti dərsdə Bismillahirrahmanirrahim ayəsinin incəliklərinə toxunacağıq. Bugünkü dərsimiz bu qədər. Sağ olun, Allaha əmanət olun.